xoş gördük. Bir dəyərli izləyicimin şirkətinə gəlmiş hörmətli izləyicilər. Çox maraqlı bir təqdimat, ayrılmayın. Bəyən işarəsini basın, gedirik yanında. Çox maraqlı bir təqdimat. Getdik, gəl. Buyur. Nizat bəy, çox xoş gördük sizi. Hoş geldiniz. Necəsiniz, nə var? Xeyirli olsun. Sağ olun. Hörmətli izləyicilər, bax, dəyərli izləyicim Nicat bəy. Burada, belə deyək də, tikintiyə aid olan, evə aid olan, ağıllı sistem, o qədər şeylər var ki, səhərdən mən dedim, yadımda qala bilmədim. Mən dedim ki, Nicat bəy, səndən xahiş edirəm, özün danış, qoyaq səhifəyə. Mən hamısını yadımda saxlaya bilməyəcəm. Buradan məhsul alsınız, özünüzü çox arxain hiss eləyərsiniz. İndi özünüz də bunun şahidi olarsınız. Başlayaq. Zaman Bey, bir daha hoş gəlmişsiniz. Sağ olun, sağ olun. Bugün sizin sayenizdə, sizin auditoriyanıza, sizin izləyicilərinizə biz çalışacağıq ki, faydalı məlumatlar çatdıraq. Biz TÜYA platforması üzərindən ağıllı ev həllərini təqdim edirik. Həm quraşdırılmasını, həm məhsul satışlarını təqdim edirik. Bir nümunə demək istəyirəm. Məsələn, siz bayaq bizə dediniz ki, evdən çıxıb gələndə bir narahatlıq Bəli, narahatlığım da nədən ibarət idi? Mən evdən çıxanda unutdum ki, evdə qazı keçirmişəm, yoxsa yox. Çox narahat idim, bilmirdim qaydam. Xeyli də uzaqlaşmışdım ev. Amma gəlib bunları görəndən sonra dedim, elə bundan al, qoy evə və salam. Canım qutarsın, özünü də arxain hiss elə. Hər cəhətdən, hər şey var burada. Buna görə də məhz bizim həllərdən biri də budur ki, insanda olan narahatlıq və bu hissləri aradan qaldırır. Narahatlığa son. Sizə təqdim eləmək istəyirəm ilk öncə, ən çox istifadə olunan məhsulları təqdim eləmək istəyirəm. Bizdə ev üçün ən təhlükəsiz şeylərdən biri qaz və su ilə bağlıdır. Gördüyünüz bu kran qaz və su xətlərinin üzərində quraşdırılır. Bu kran avtomatik krandır, əllə manual şəkildə də çalışır kran və bizim senarilər üzərindən də çalışır, avtomatlaşdırılmışdır. Bu gördüyünüz qaz sensorudur. Başqa formatda da qaz sensorumuz var. Eyni zamanda su sensorlarımız var. Bu tam quru yer üçün və qismən yaş yer üçün su sensorlarımız var. Əgər bunları quraşdırsaq, siz tam arxain şəkildə evdən çıxandan sonra, əgər evinizdə hər hansı bir, Allah eləməsin, qəza baş versə, kran avtomatik olaraq bunlarla xəbərləşir və kranı bağlayır. Hörmətli izləyicilər, Nicat bəy rəsmi cavab verdi. Mən oğlu dildə deyəcəm. Yəni, evdən çıxdığım, bu qurğunu alıb evdə quraşdırmışsansa, internet vasitəsilə, telefonla, fərqi yox, planşetlə, siz dünyanın любой nöqtəsindən qazı söndürə bilirsiniz. Bir dənə zəhmət olmasa bunu işə salın, biz baxaq. Tamam, manual şəkildə edəcəm, hal-hazırda. Gördüyünüz kimi mənim telefonuma da artıq bunun bağlanması ilə bağlı bir məlumat gəlir. Bəli. Eyni zamanda biz Bildiriş evdə yoxuqsa, bilmək istəyirik ki, qazı bağlamışıq, yoxsa açıq saxlamışıq, statusunu telefondan görə bilirsiniz və dərhal da müdaxilə edib bağlaya da bilirsiniz. Burada bizim çox sayda avadanlıqlarımız var. Məsələn, elektriklə bağlı eyni şey elektrik üzərində də var. Bizim avtomatlarımız. İşığı sönməz. Bəli, istədiyiniz zaman, məsələn, arxain deyilsinizsə ki, mən bu kommunikasiyanı ayırdım, yoxsa yox. Baxın, mən sizə göstərirəm. Artıq burada biz işıqları söndürdük. Bəli. Elektrik açarları ilə bağlı. Nicat bəy, bunu zəhmət olmasa bağlıyor. Tamam. Bağlayayım mən baxmaq. Hörmətli izləyicilər, baxın, rahat oturmuşsunuz. Narahatçılığa son. Oturmuşsunuz, haradasa telefonla, ən bağdasınız, evdə yadınızdan çıxıb nəysə, düyməni basaraq klapan bağlanır. Avadanlıqlarımız o qədər çoxdur ki, burada. Hamısını göstərə bilməyək, hörmətli izləyicilər. Ünvanımız haradır? Ünvanımız, xanım zəhmət olmasa kameranı çevirin. Bağla. Bax, gördünüz, bax. Vəssalam. Narahatçılığa son, hörmətli, bundan yaxşı nə ola bilər? Evdə rahat hiss eləyə bilirsiniz özünüzü və ailə üzrə. Ünvanımız deməli, 7-ci mikrorayon Binəqədi Azadlıq metrosuna, Dərnəgül metrosuna çox yaxındır. Zəhmət olmasa ünvanımızı deyim, mən biraz çox... Süleyman Sani Axundov, 74 ev, Binəqədi Gənclər Mərkəzinə üzbəyüz, yaxınlıqda Simfoniya hol var. Bəli. Sizlə yəqin ki, paylaşacaq buranın konumunu, onu da göndərəcək. Mən əlaqə saxlayayım, nömrəmə zəng verir, 078 31 44, yəni müəllimə də nömrəsini sizə verəcəm. Heç bir problemi yoxdur. Tamam bəy, sizi diqqətinizi başqa şeyə yönləndirmək istəyirəm. Bu çox maraqlı bir şeydir. Mənim çox belə
Bizim ağırlı qapı girişlərimiz var. Bildiyiniz kimi ənənəli qapılarda necədir? Hər kəs, ailə üzvləri məcburdular ki, üzərində açar gəzdirsinlər və s. Açarın itməsi başqa bir problemdir. Bizdə bu hazır kilit üzərindədir. Bəli. Baxın, mən məsələn tutaq ki, özüm bu qapıya yaxınlaşmışam. Mən üzümü tanıyır artıq, qapını mənim üçün açdı. Eyni zamanda bu məlumatı mənimlə paylaşdı. Telefonumda mənimlə paylaşdı. Gördüm, Bəli. İndi bəli. Onlar mən də yaxınlaşım. Bəli, yaxınlaşın, siz də yaxınlaşın. Çəkin mənə zəhmət olmasa. Bəli, yaxınlaşdım. Açmayacaq da məncə bax. Açmayacaq. Hətta siz müdaxilə eləsəz sistemə alarm olacaq. Alarm, trivoga. Bəli. Mən tanımır, yoxsa siqnal gördünüz? Çoxma. Bir dənə heç nə yox. Onlar bunun qiymətini söyləyəsiniz, deyəsiniz. Gəl bir dənə, mən deyirəm, hamısı sablamalı. 550 manat. 550 manat. Hər şey üzərindədir, kilit də üzərindədir, 550 manatdır. Quraşdırılması da olduqca rahatdır, ölçülər standartdır, yoxlaya bilərlər. Alqı satqı hamısı burada keçirilirlər, çox vaxt itirmir. Bəli, heç bir vaxt itirmir. Məhsullar nağdı pula satılır və bir bank kartı ilə aylara bölünüb ödəyə bilərsiniz, əgər o kartınız varsa. Yoxsa hamısını qeyd edirəm. Çox deyən məhsullar burada. Mən bu pərdə haqqında zəhmət olmasa bu məlumat. Pərdə haqqında da məlumat verək sizə. Əvvəlcə pərdəni işə salaq. Hörmətli izləyicilər, qazı bildiyinizdə qazdır, işıqdır, qapı üzərində face controldur, üzü baxıb götürmək. Məni tanımadı, mənə blok verdi, bu açmadı. Devam mən, pərdə bilirsiniz də nə üçün istifadə edilir? Biz pərdələri həmişə dekor kimi istifadə edirik evlərimizdə. Bağlayırıq, lazım olanda açırıq. Amma pərdə hər gün açılmalıdır. Hər gün insanlar günəş işığı qəbul edirlər. Vacib məsələdir. Bizim pərdə sistemləri, karniz sistemlərimiz 60 kiloqrama qədər yük götürə bilirlər. Quraşdırılması bəli, 60 kiloqrama qədər 2 metr 20 santdan 7 metr 50 santa qədər ölçülərimiz var. Standart. Hazır kit pərdələrdir, satırıq bunları. Quraşdırılması olduqca rahatdır. Pərdələrimiz də yenə eyni platforma üzərində avtomatlaşdırılır. Hər kəs evində istədiyi bir vaxtı təyin edə bilər ki, bu vaxtda, bir saat aralığında mənim pərdələrim açılsın, ev günəş işığı qəbul eləsin, daha sonra lazım olmayanda pərdələr bağlanılsın. Bu insanların bir növ rutinləri var da, onların əvəzində bu işləri görə bilir. Pərdələr çox maraqlı, yəni çox da lazım. Bu çəkdiyimiz şeylər hamıya lazım olan şeylərdir. Bir də nəzər çatdırmaq istəyirəm, elə bilərsiniz ki, məhsullar yəni bahadır və s. Qiymətlər normaldır, yəni yox, məhsulları biz özümüz rəsmi ixalçıyıq, özümüz rəsmi distributoririk. Məhsulları özümüz istifadə edirik, yəni birinci əldən satırıq. Qiymət barəsində düşünürəm ki, heç bir problem olmayacaq. Rəvan bəy, sizə həm də bunları təqdim etmək istəyirdim. Mərkəzi istilik sistemi. Mərkəzi istilik sistemi. Gəlin bunun bir qısa formasını sizə deyim. Məsələn, tutaq ki, sizin harasa bir bağınız var, evinizdə olmursunuz, azad olursunuz. Bizdə belə bir həll var, istənilən kombini dəstəkləyir. Kombini kənardan rahat şəkildə idarə edirsiniz Wi-Fi üzərindən. Bu qrupu quraşdırılandan sonra siz kombini aktivləşdirə, yandıra, söndürə, istilik dərəcələrini müəyyən edə bilərsiniz. Hətta senariyəmizdə bu da var ki, mən evdə yoxam senarisində evinizə quşduğunuz bütün ağıllı cihazları, məsələn, siz evdə olmayanda bunlar işləməsin. Evə gəlmək istəyəndə bu düyməni basırsınız, artıq bütün cihazlar aktivləşirlər. Bir də bunun içində bizim mərkəzi istilik sistemimiz var. Gördüyünüz kimi biz bu hissəni kəsmişik müştərilərə göstərmək üçün. Kəsilib göstərmək, içini göstərmək. Bir dənə zəhmət olmasa onu çəkin göstərdə. Hər otağın individual idarə olunması üçün, istilik sisteminin individual idarə olunması üçün bizdə belə termostatlar var. Bu əllə olandır, bu taşla olandır. Biz hər otağın da istiliyini, yəni şəbəkə üzərindən, telefon üzərindən, internet üzərindən rahat şəkildə idarə edə bilir. Bunu da şourumuzu əsas məsələ odur. Məsələn, sizin izləyiciləriniz üçün daha faydalı. Mənim izləyicilərimin 90%-i evlə məşğul olanlar, tikinti və s. Yəni bu hamısı lazımdır şeydir. Mənim amma ən çox xoşuma gələn bax bu açıq deyəcəmsə, bu qurğu günlərim mənim məsəl üçün belə bir şey mənzilimdə olsaydı, mən sakit, çox narahat olmazdım. Çox narahatıyım, amma bunu görəndən sonra bir də zəhmət olur, bunun qiymətini də söyləyərdiniz. 65 manat olur, səhv eləmirəmsə. Bir də mən tərəfdən gələn müştərilərə endirim olacaq. Zəng edin mənə 070 858 31 44. Mücət bəy, burada görürəm, yəni bunlardan əlavə başqa... Rəvan bəy, bizim əsas öndə olan məhsullarımızdan biri də elektrik açarlarıdır. Şildar şirkəti Türkiyənin istehsalçısıdır. Biz bu şirkətin Azərbaycanda rəsmi və ekskluziv distributoririk. Şildar, hə? Bəli, 3 seriyası var. A, C, Y seriyası, rənglərimiz mövcuddur. Bizim məhsulların başqa məhsullarla fərqi ondadır ki,
bizim məhsulların rəng kombinasiyası var. Məsələn, deyək ki, ağla qaranı kombinasiya eləmək istəyirsiniz. Tutaq ki, açar hissəni qara eləmək, buranı eləmək, çərçivəli modullardır. Zəmanət də rəsmi 5 il zəmanəti. İşıldar şirkətinin Azərbaycanda rəsmi distributoru 5 ildə rəsmi zəmanəti var. Deməli, korobkaları da həm yumru korobkalara gedir, həm Cevisin kvadrat korobkalarına gedir. Bu əsas məsələdir. Ustaların sualı daha çox bundadır. Dediyim kombinasiya modeli buradadır. Baxa bilərsiniz. Qara ilə ağın kombinasiyası. Hə, bu çox belə maraqlı bir şeydir. Qara ilə ağın kombinasiyası. Bundan əlavə də Rəvan bəy, ən əsas biz baxın, burada bizim səs sistemlərimiz var. İndi kommersiya məqsədi ilə səs təkcə kommersiya məqsədi ilə istifadə olunmur, həm də indi artıq evlərdə də bunu istifadə olunur. Ev üçün müzik. Çoxlu seçimlərimiz var. Keyfiyyətli akustik səslə olan dinamiklərimiz var. Hazır ağıllı ev həllərimiz var. Məsələn, bu cihazımız deyək ki, həm ağıllı ev üçündür, musiqi qoymuşam burada artıq. Onun musiqini də telefondan idarə edə bilirəm. Telefonla idarə Bəli. Eyni zamanda bunun üstündən ağıllı evi də idarə edə bilirik. Bayaq danışdığımız cihazları da buradan idarə edirik, musiqini də buradan idarə edirik. Hər otaqda individual musiqi düzəldə bilirik, onun səsini, onun musiqi seçimini düzəldə bilirik. Bir də çox maraqlı. Bir də təbii ki, biz səslə bağlı professional həllər də satırıq. Bunlar təxliyə çıxışları ilə inteqrasiya oluna bilən səs sistemləridir. Eyni zamanda müşahidə sistemləri, bizim müşahidə sistemləri. Müzafir, burada bir şey deyəndə çatılır. Burada satmayan şey yoxdur, hər şey var. Yox. Nə? Robot. Robotumuz yaxınlarda gəlir olur. İnanıram. Bəli. Kimin ağlına gələrdi ki, o vaxt 90-cı illərdə deyəndə ki, telefon çıxacaq, buradan zəng edib Amerika ilə danışır, video, heç kim inanmırdı. İndi baxın görürsünüz, hər şey var, gələcək buradadır. Vallahi. Hörmətli izləyicilər, gözləyirik sizi. Nicat bəy şəxsən özü sizi qarşılayacaq, nömrəsini verəcək, gəlib danışarsınız, endirimi də olacaq. Kim alsa məhsulları xeyirli olsun, satana da, alana da, hamıya lazım olan şey.